Burada xaladenikdə məndə hazır pulufabrikatlar var. Kiçik belə pizzalar. Amma mənim ürəyimə nədənsə bugün düşbərə düşüb. Hər kəsə salam, təzə bir videoma xoş gəlmisiniz. Səhər-səhər düşbərə istədim, çünki bir neçə gündür özümü yaxşı hiss eləmirəm. Yeni il süfrəsi olsun, özəl günlər olsun. Şam üçün belə bir qab sifariş eləmişdim. 3 dənə Tiamu'dan bu yaxınlarda hələ sizə göstərmişdim. Bugün bizə bunlar lazım olacaq. Bunları dünən almışam və mağazada o qədər tərəddüd eləyirdim. Qırmızı şamları götürüm, yoxsa klassik ağ olsun. Bunların iki seçim arasında qalmışam deyə tam qərar verə bilmədim. 2 dənə fərqli salfetka götürdüm. Biri qırmızı, biri ağ. Qırmızı şamlar qoyacamsa, qırmızı salfetkalar qoymalıyam bura. Ağ olsa ağ. Razmer olaraq ağ daha qalındır, amma ona deyir ki, qırmızı daha baqatı görünür. İkisi də bir balaca böyükdür. Bura pambıq qoyurlar və normal qalır. Bugün qızlar məni istəməyə gəlirlər. Böyük nişanda olacaq, amma biraz gec. Papa da gələcək o vaxt. Ailə qurmaq arzusunda olan hər kəsin başına gəlsin. Bir balaca körladım. Videoda gördüyünüz kimi axırda qırmızı şamları seçdim. Bu lifehackı isə mən TikTokda görmüşəm. Pambıq diski belə dairəvi kəsirsiniz və belə qoyub şamı yerləşdirəndə kip oturur və düşmə ehtimalı olmur. Şam adi bir şeydir, amma elə gözəl abu-hava qatır ki süfrəyə. Bu başdan sizə deyim ki, gələn qonaqları çəkməyəcəm. Mən düşünürəm ki, qeyri-etik olar. Bu vloqda yalnız necə hazırlaşırıq, necə süfrəmizi bəzədirik və s. belə şeylər olacaq. Ayda indi görürəm, bunu deyəsən mən bir balaca sındırmışam. Gəlin kleyinlə reanimasiya edək. Bir balaca belə töküm. Bir lent almışam, amma deyəsən bu lent qalındı. Kley ilə normal şamı düzəldə bilmədim. Bilməm ağlıma necə gəlibsə o ideya. Sonra biraz yandırmaq istədim ki, ərisin və düzəlsin. Axırda isə prosta kəsdim və biraz qısaltdım. Onu eləyəndə super oldu. İndi axırda sizə göstərəcəm. Amma rəylərdə məndən soruşur, toy nə vaxtı? Narahat olmayın, siz olmadan toy olmayacaq. Mütləq hər bir məqamı çəkəcəm. Sadəcə hələ ki bilinmir deyə sizə də heç nə deyə bilmirəm. Nə yalan deyim, tələsməyi də istəmirəm. Rusların belə bir sözü var. Не говори гоп, пока не перепрыгнешь. Yəni ki, işi aşırtmamış hop deməm. Dünənki vlogun reylərdən belə bir nəticə çıxardıram ki, hər mərhələ sizə maraqlıdır və ona görə də çəkəcəm. Misal üçün cehizlik mebel seçəndə birlikdə gedəcəyik mütləq. Axırda qızlar birini kəsdim, o sınanı kəsdim və oldu belə mükəmməl, tam istədiyim kimi. Qurudulmuş meyvələrini çay içməyi dəhşət sevirəm. Ona görə fərqli növ aldıq dünən. Qəşəng süfrədə bəzədəcəyik. Bu qurudulmuş almalardan ötürü ürəyim gedir. Berələrdə qızlar mənə yazdılar ki, belə baha almaqdan isə qəşəng Tiamu'dan özün üçün meyvə qurudan aparat al, cehiz kimi. Mən də girdim baxmağa, amma tam qərara ala bilmədim ki, hansını alım, hansı yaxşıdır və yaxud pisdir. Əgər konkret hansısa bir model varsa, siz məsləhət görən mütləq bölməsində onun artikulu mənə yazın, zəhmət olmasam. Hələ Xaçmazda qəşəng alma ağacı əkmişik. Dünən də Seva sağ olsun ona qələm vurub, ona görə almalardan bol olacaq. Bir dənə aparat çatmır.
Tez durmağıma baxmayaraq çalışıram işləri hamısını maksimal dərəcədə sürətli eləyim. Çünki hələ özüm də bəzənməliyəm. Birdən dedim çox sıxıcı olar və bir-bir göstərmədim sizə. Amma kamera arxasında mən bunları belə səliqəli və gözəl düzdüm. Amma düzməkdən əvvəl yudum və qurutdum belə. Və bugün aşağı düşüb 1-2 dənə şey süfrə üçün aldım. Bu limon qablarıdır. Çox xoşuma gəldi. Məncə dəhşət gözəl görünür. Bu bir. Bu da ikinci. Qiyməti də münasib idi. Dedim ki, alım, gözəl görünür, süfrədə bugün lazım olar. Və qızlar qaşıqlar aldım. Əslində mən mama üçün Qaraçan bir dəstə almışdım. Amma orada qaşıqlar dəhşət balacadır. Yadınıza gəlirsə, Temu'dan elə bunları da almışdım. Çox şirin görünür. Ümumiyyətlə bu qaşıqlarla nəsə yeyəndə sanki yemək daha dadlı olur. Amma bugünkü süfrəyə uyğun deyil. Ona görə bunları aldım. Qiymətləri də nə alsam, hardan alsam həmişə sizin üçün göstərirəm. 7 manat 50 qəpiyə aldım. Çünki qiymət göstərməyəndə izləyicilər narazıçılığı bildirirlər. Deyirlər, niyə demədim və s. Qeyri-adi bir şey burada yoxdur. Adi standart qaşıqlardır. Sadəcə bizim hal-hazırda istifadədə olan dünya açılmır. Çox estetik və gözəl göründüm. Çox qəşəngdir, ona görə aldım belə bir set. Bunları indi yuyacağım bunlarla birlikdə. Sleepy'nin qızlar belə bir nəm salfetka ilə divanın üstünü silirəm. Olur tərtəmiz. Əsas da ki, tüklərdən azad olmaq lazımdır. Çünki Twix'in tükü hər yerdədir. Baxmayaraq ki, mən çalışıram. Heç olmasa bir gündən bir mütləq onu darıyım. Bundan əvvəlki divanın üstündə tük bilinmirdi. Amma bu açıq rəngdədir deyə, həm də ki, hər şey bu divana yapışır, materialı elədim. Ona görə sразу gözünə batır. Bir-bir təmizləyirəm. Həm poduşkaları, həm divanın üstünü. Əvvəl istəyirdim Temu'dan o yapışan rolları sifariş eləyim. Sonra fikirləşdim ki, niyə başımı ağrıdıram, belə də tərtəmiz olur. Hal-hazırda xırda xuruş o qədər almalı şeylər var. Bir də ki, keçən videonun altında bir neçə dənə rey var idi. O vaxtlar Trendyoldan sərfəli aldığın cehiz üçün qırağa qoyduğun məhsulları hamısını bir-bir göstər. İnşallah köçəndə istəyirəm ümumiyyətlə hamısını açım və təkrar sizə göstərim. Hal-hazırda isə onların nə linkləri qalıb, nə də ki, mən aldığı qiymətlərdə qalmayıblar. Özümdə bir xasiyyətini dəhşət çox bəyənirəm. Əgər məhsulu endirimdə görürəmsə, mütləq alıram. Hətta bəzən elə vaxtlar olur ki, 2 ədəd sразу alıram. Misal üçün Real Technics'in fırçaları almışdım. Srazу 2 set. Biri özüm üçün, biri isə prosta zapasa qoydum. Kiminsə ad günü olanda və yaxud prosta kiməsə hədiyyə eləmək üçün prosta zapasda olsun. Trendyol Azərbaycan isə təzə açılanda Qaraçada bir gözəl endirimlər var idi. Yadınıza gəlirsə o aralar influencerlər hamısı link qoyurdu. Mağazalarda isə od qiymətinə bizə satan məhsulları məcburca endirimdə qoyurdular. Çünki hamı da Trendyoldan alırdı. Vaxt necə uçur qızlar, dəhşət. Hələ özüm bəzənməmişəm heç və bunları ütüləməliyəm. Bunun içində salfetkalar var əslində. Amma mən qırmızı salfetkaları qoymaq istəyirəm. Onlar şamlarına daha gözəl görünər. Səhər biraz buludlu idi, amma yavaş-yavaş gün çıxdı və gün çıxanda ümumiyyətlə sanki mən enerji toparlayıram və daha çox iş görmək istəyirəm, daha çox kontent çəkmək istəyirəm. Qışda əksinə tənbəlləşirəm. Bu vlogu çəkməkdə əsas məqsədim ondan ibarətdir ki, bir xatirə kimi YouTube'da qalsın. İnşallah biz 50 il bir yerdə yaşayanda bu vlogu izləyək və həmin günləri xatırlayarıq. Ümumiyyətlə, mən öz köhnə videoları izləməyi çox sevirəm. Orada düşündüyüm fikirlər, geyindiyim paltarlar, gəzdiyim küçələr mənə maraqlı gəlir. Uşaqlıq vaxtımda bir dənə dəftər götürmüşdüm və orada gündəlik də deyirlər buna. Gündəlik kimi yazırdım. Öz xoş günləri, pis günləri hamısını yazırdım. Sonra bir neçə il keçəndən sonra üstündən təkrar oxuyanda mən görürdüm ki, mən o vaxtlar problem düşündüyü şeylər 2 il keçəndən sonra heç problem kimi insanın gözünə batmır. Psixoloqlar da bunu çox məsləhət görürlər. Misal üçün siz həyatınızın çətin dönəmdəsinizsə, bunu hamısını vərəqin üstündə yazırsınız
və bir ay sonra oxuyursunuz o vərəqi və görürsünüz ki, əslində bu böyük bir problem deyil. Vaxt getdikcə hər situasiyanı biz məhz belə görürük. Ütüləməyə süfrəni ütülədim, amma biraz bəzənib, sonra istəyirəm süfrəni düzüm, çünki Instagram üçün qısa bir video da hazırlamaq istəyirəm, orada makiyajlı olum. İndi isə istəyirəm özümə biraz əl gəzdirim, vaxtı uçub gedir, heç nə geyinəcəmsə onu da bilmirəm. Adətən insanlar hazırlaşırlar belə özəl günlər üçün, ayrı libas axtarırlar, bir gün ona sərf eləyirlər. Mən isə axırıncı dəqiqələrdə heç bilmirəm nə geyinəcəm. Son günlər qızlar o qədər bəyənirəm mən bunu. Faberlic'in bu tonalini ürəkdən sizə almağı tövsiyə edirəm. Bundan əvvəlki videoda, vlogda bir balaca donma oldu 17-ci dəqiqədə və mən bildim niyə görə bu baş verdi. Deməli, videonu hazırlayandan sonra save eləyəndə mənə zəng gəldi və adətən zəng gələndə mən tezdəndən save eləməyə başlayıram. Yəni sıfırdan başlayıram. Bu dəfə eləmədim və həmin saniyədə belə bir donma oldum. Ümid edirəm ki, bu videoda belə hallar olmaz. Çünki belə videolar sonra gözümdən düşür, silmək istəyirəm kanalımdan. Eksperimentlər üçün heç də yaxşı vaxt seçməmişəm, amma bu Shiglam'ın tünd ənliyi öz üzümdə sınayıb baxmaq istəyirəm nə dərəcədə tündür. Əlimdə dəhşət tünd görsənirdi. Baxın belə. 2. Bilirsiniz də, mən aşırı dərəcədə ənlik üzümdə sevmirəm. Bir balaca görsənsin kifayətdir. Bu funksiyanı da çox gözəl yerinə yetirir bu ənlik. Instagrama 2-3 dənə stories paylaşmışam şamlarla birlikdə. Qızlar hamısı, izləyicilər yazırlar ki, elçilikdir, xoşbəxt ol. Mən həqiqətən bilmirəm, siz hardan hiss edirsiniz ki, həyatımda nə baş verir. Mən lap deməsəm də, siz artıq onsuz da hər şeyini bilirsiniz. Siz birdən bunun rahatlığına baxın. Özümə söz vermişdim ki, saçlarıma değməyəcəm. Son bəlkə 3 il ərzində hər dəfə evdən çıxanda ya saçlarımı buruduram, ya düzləşdirirəm, bol lak, bol muz. Nə qədər termokoruyucu istifadə eləsəm də belə bu saçlarına ziyan vurur. Bugün isə sözümün üstündə dura bilmədim. Çünki səliqəli saç düzüm lazım idi. İndi baxaq görək hansı paltar geyinə bilərəm. Misal üçün Temu'dan aldığım bu paltarı geyinə bilərəm. İşte bunlar bijuteriyadır, amma mən bu sırğaları taxmaq istəyirəm. Düşünürəm ki, mənim paltarımdan qəşəng görsənəcək. Keçən vlogda video donduğu yerdə mən sizə sonunda bu Miss Tayson qələmini göstərdim. Bu da mənə hədiyyə oldu. Amma burada 2 dənə Shiglam məhsulu var. Bugün istəyirəm dodaq kombo ilə bunlarını yaradaq. Ümid edirəm ki, çox abartılı olmaz. Çox göz kölgə vurmamışam deyə düşünürəm ki, dodaqlar belə abartılı olsa da belə qəşəng görsəndim. Siz öz fikrinizi mütləq rey bölməsində yazmağı unutmayın. Bəyəndiniz, bəyənmədiniz, donumu, makiyajımı, lap bəyənməsəz də mütləq yazın. Məncə isə paltar əsl belə bir tədbir üçün nəzərdə tutulub. Çox Aberlinski paltardır. Xanım xatın görsənirəm. Bəhbəh, biraz özümü tərifləyim, fırlanım, oturum, durum, super. Burada yenə seçim qarşısında qalmışıq. Belə paxlava aldıq. Məncə qırmızına qoysaq daha yaxşı olar. Bu taxta qabları yadınıza gəlirsə Temu'dan almışdım. Çox gözəldir. Bir balaca heyecanlıyam, çünki qaynanamı bundan əvvəl heç vaxt görməmişəm. Bəzi izləyicilər reylərdə soruşurlar, qohumsuz, uzaq və s. Yox, belə bir şey yoxdur. Bu yalnız bizim seçimimizdir və valideynlərin müdaxiləsi olmadan. Təbii ki, hərəsi özü bilər, amma mən heç vaxt qohuma ərə gedə bilməzdim. Xala oğlu, bibi oğlu, dayı oğlu, bunlar hamısı mənim üçün sadəcə qardaşlarımdır. Düzdür, biraz tezdir, amma başlamışam süfrəni düzməyə. Həm də ki, Instagram üçün dedim ki, bir dənə də video hazırlayayım. Ora atmağa da bir şey olsun.
Qonaqlarımız deməli saat 2-də hardasa təxmini gələcəklər. Tez durmuşam deyə yavaş-yavaş işlərimi də görürəm, həm də ki sizin üçün bol belə maraqlı vloq da çəkirəm. Süfrəni bəzədəndə birdən ağlıma gəldi ki, mama deyəndə ki, gəl stulları da alaq, divanla birlikdə almadıq. Həmin qaldığı məsələ bu günə qədər qalır. Olsaydı təzə masa və təzə stullar qəşəng görünərdi amma. Ağ süfrəyə məncə bu qırmızı salfetkalar çox yaraşdı. Yaxşı ki, ağla əvəz eləmədim, çünki belə daha gözəl görünür. Bunları da belə qattalamaq TikTokda bir videodan baxıb təkrarladım. Twixikin hələ ki xəbəri yoxdur ki, qonaqlar gələcək. Süfrəm isə tam hazır deyil. Hələ ki vəziyyəti budur. Elə bildim ki, pərvanədir. Bu vaxtda adam gələr. Bu vaxtda adam gələr. Necə geyindim bu. Bəh. Bu işləməyə gəldim. İşləyərəm. Ne perejivəm. Pərvanə mənim 3x variantıdır. Məndən 3 qat sürətli işləri görür. Ona görə başladıq meyvələri yığmağa. Çox qəşəng qalındı bu arada. Sonunda göstərəcəm sizə. Amma məndən fərqli olaraq o da kamera ilə gəlmişdi ki, mən də çəkəcəm. Kamera qaldı bir qıraqda, işləri görür və s. Mənim misal üçün heç vaxt yadımdan çıxmaz ki, mən vlog üçün nəsə çəkməliyəm. Amma o əksinə məncə bu təcrübə ilə gələn bir şeydir. Mən illərdir bu işlə məşğulam deyə ilk deyirəm ki, kameranı qoyum, işimi görüm. Kameranı qoyum, yerləşdirim, maraqlı olsun. Bizdə deməli həm aş olacaq, insanlar çox olmayacaq, cəmi 5 nəfər olacaq. Ona görə çox şey hazırlamaq düşünürəm ki, o qədər də ehtiyac yoxdur. Böyle bir ki, çox uzundur. Burada uca qonaqlar gəlib. Mən utanırdım və oturmadım qonaqlarla birlikdə. Dedim ki, qəşəng bu otaqda güllərimi çəkim. Burada sirenlər, qoxusu dəhşət idi. Aləmi bürümüşdü bu gözəl qoxu. Bu güllərin adı isə təəssüf ki, bilməm, bilən varsa mütləq rey bölməsində yazın. 121 dənə idi. Və bu tortdan artıq ortaya çıxır ki, yeznəmizin adı Ruslandır. Pərvanə demişkən bu ad deyir sizin ailəvizə çox yaraşır. Bəlkə də inanmayacaqsınız, amma Ruslan mənim ən sevdiyim adlardan biridir və həmişə deyirdim ki, uşaqlıq vaxtından oğlum olsa mütləq Ruslan adı qoyacağam. Çünki belə internasional addır. Misal üçün rusların arasında da var, Azərbaycanlıların arasında da var bu ad. Siz bir dənə bu güllərin gözəlliyinə baxın. Hələ qəşəng şəkillər çəkmişəm. Onları qəşəng bir dənə montaj edeyim və atacağam Instagrama post kimi. Bol oturduğu şəkillər çəkdirdi. Sadəcə qonaqları bir çəkmədim. Məncə bu düzgün deyil. Hərəsinin öz şəxsi həyatı var. İlk gördüyü insanları sırazu çəkməyə başlamaq bu düzgün deyil. Əvvəl dediyim kimi sizə indi düz adətləri mən özümdə bilmirəm, amma eşitdiyimə görə elçilikdə sırf şirin süfrəsini verirlər. Amma biz düşündük ki, şirin süfrədən sonra əbədləri də verək, sonra tezdəndən bir dəfə şirin süfrə, tortunu kəsək, oturub çay içək, bol söhbət edək. Bu gözəl özəl gündə mənim bibim də olmalı idi, amma təsadüfən elə oldu ki, bugün onun ad gününə düşmüşdü və onlar restoran danışmışlar. Ona görə gələ bilmədi, amma inşallah nişana gələr. İndi qonaqlar uca gediblər. Özümüz üçün qəşəng bir çay süzüm, oturaq, biraz söhbət edək. Qablar da məni gözləyir. Bunları da hamısını bir yumaq lazımdır. O qədər qab var burada. Amma əvvəl biraz oturaq, söhbət edək. Həmişə necə olur, qonaqlar gedəndən sonra oturub öz aramızda müzakirə edirik. Mən isə bu vlogu sabaha saxlamaq istəmədim. Əslində necə qabları yuram, yığışdırıram, bunları da əlavə eləsəydim daha maraqlı vloq alınardı. Sadəcə Instagramda bir neçə parçanı paylaşmışam. Hamı da məndən səbirsizliklə vloq gözləyir. Dedim ki, eybi yoxdur, belə paylaşım. Növbəti vloqda isə necə yığışdıram evləri və s. göstərərəm. Hava qəşəng idi, amma birdən döndü və külək başladı. İki daşın arasında mən sırazu başladım şəkilləri çəkdirməyə və məncə çox qəşəng şəkillər alındı bu buketlə birlikdə. Dünənki vlogun reylərdən nəticə çıxardıram ki, hər addım sizə maraqlıdır. Ona görə bu yaxınlarda mebel seçməyə gedəcəyim. Mütləq sizin üçün vlog çəkəcəm. Sizin məsləhətiniz olmadan mebel almayacağam. Çünki mənim videolarıma daimi baxan izləyicilər sanki mənimlə birlikdə yaşayır. Mebelləri ortaq işlədəcəyik. Ona görə birlikdə də seçəcəyik. Bu mövzu
ilə bağlı videoları itirməmək üçün mənim kanalıma abunə olmağı unutmayın. Sizi çox sevirəm. Arzusunda olan hər kəsə bu yaxınlarda nişan qismət olsun. Sağ olun.